Salamlar, saygılar, Qəhrəman Təbrizin dostları qrupunda olan əzizlərimizin qulluğuna çox gözəl dostlar söhbət elədilər. Əlibəy Başmaqçı cənabları, Səhənd bəy, Səttar bəy, Əlibəy Sultani cənabları, Əsəd Təqizadə cənabları, Həsən Kərimzad cənabları və çox dostlar gözəl qonuları mətrəh edirlər, faydalanırıq. Mən də tək-bətək əzizlər ki, bu qrupda çoxlu bilgin, düşüncəli, yazar, şair, əhli qələm, suxənvər danışan, varlıq sevər insanlar bu qrupda yığışıb və ürəkdən çalışırlar. Hamısına can sağlığı, böyük nailiyyətlər diləyirəm. İnsaf deyil, bilə-bilə və bilməyə-bilməyə Türk xalqının, Azərbaycanın əzəmətini çəkməyən və Türk dilinə, tarixinə, kültürünə, toprağına xor baxanlara dəstək olaq. Bu dəstək olanlar gərək ayınsınlar. Dəfələr qruplarda dostlar danışıblar. Bəndə də az-çox ərz eləmişəm ki, Türk millətinin bu zaman çox önəmli istəkləri araya qoyulmalıdır. Ki, 3 qonu artıq önəmlidir. Ki, Dövtür Pizişkən cənabları seçkilərdə 3 dənə gözəl vədə verdi. Təbrizdə, Urmuda, ayrı danışıqlarında. Biri, anayasanın 15-ci əslidir. Ki, qanun əsasının bu əslinin icrayı olmasın, biz tələb etməliyik. Dövtür Pizişkən cənabları Amuzur Pərvərişin vəzirinə məktub yazıb ki, 15-ci əslin icra olmasın, oxullarda başlayalar və lazım olan kitablar çeşitli dillərə yazıla, tədris ola. İran şəhrilər, panfarsılar, o cümlədən Dövtür Hüseyn Əhmədi ki, gətdilər televizyonda, ya Dövtür Həmid Əhmədi, ya məcazi və sanal fəzada Ümid Dana adında ki, mən həmişə ona Naümid Nadan deyirəm, Huşəngi Əmir Əhmədi, Zohrəvənd, ki, indi nümayəndə məclisdir. Qabaqca İtaliyada səfir idi, müşavir Əhməd Nijad idi, vəzir-i Muru Xaricənin mavini idi və demişəm də bunun haqqında da bir voice mən yarım saatlıq danışıb bir bildirinişil paylaşdım ki, Əbülfəzli Zohrəvənd indi Tehranın necə deyim, vəkildir, bəli, Tehranın vəkilidir məclisdə. Amma millət vəkili deyildə, çünki nə danışır, millətin əleyhinədir. Bəli, bunun da haqqında bir məlumat verməliyik. Və neçə ayrı şuvinist çalışırlar bu önəmli əslin icra olmasının qabağını alsınlar. İkincisi, Urmu gölünün canlandırılmasıdır. Bu konuda söz çoxdur. İndiyədək bu sahədə məqalələrə, danışıqlara, yığınaqlara, bəyaniyələrə, çağırışlara şahid olmuşuq. Amma sonucu Urmu gölünün 100% qurudulması mühəqqəq olubdur. Bəli, can yaxan dərddir ki, neçə min il Urmu gölü coşub, qaynayıb, dalğalanıb, daşıb. Əfsus bu 20 ildə çeşitli amillər, o cümlədən insani xətalar, yanlışlar bais olub Urmu gölünün bütünlüyü qurudulub. Bəllidir, 10 milyard ton duz qalanıb bir-birinin üstə. Qasırğalar, tufanlar əssə nə faciə yaranacaqdır. Yaşamaq azı 20 milyon, bəlkə 30 milyon insana çətin olacaq. Yaşamları xətərə düşəcək. Üçüncü, Azərbaycanın mədənləri, o cümlədən Misi Süngün, Zərəşuranın qızıl mədəni ki, İranın böyük və önəmli qızıl mədənidir. Ağdərənin qızıl mədəni,
Əndəryanın ki, Vərzqanda qızıl mədənidir, ki, indi rusların və gürcülərin əlindədir. Məzrəyi Şadi mədəni, Adinə mədəni Zunuzda dedim, Nisi Süngün neçə ildir bütün gəliri Şirmana verilir. Bu iş böyük yanlışdır. Azərbaycan xalqına böyük əhanətdir. Düz yol budur ki, bütün mədənlərin gəliri Azərbaycanın tosəsinə ixtisas verilə. Əzizlər, bir can yaxan məsələ budur ki, şovinizm, İran şəhri məfkurə, əslin və kökün unudan manqurdlardan da artıq bəzi müddəilərimiz ki, zahirdə özləri millətçi, kimlik sevər, kültürpərvər göstərirlər, amma öz xalqına, dilinə, kültürünə, tarixinə və ürəkdən çalışanlara və tarixi şəxsiyyətlərimizə xəncər vurmağa güvənirlər. Kültürel, siyasi və tarixi düşmənlərə qol olmaq və onları öymək, təhsin etmək və onların nəngin və çirkin işlərindən müdafiə etmək böyük yanlış və demək olar aşkar və bağışlanmayan xəyanətdir.